zaten bir qadın çox pul qazana bilməz. Bərəkəti olmur Elvin Nərgiz xanım, hiss eləmisiniz onu? Deyirlər ər çörəyi Bəli. yemək. O bəs elə belədən deyilməyibdi. Orada xanıma sual verdim ki, siz niyə güclü olmağa çalışırsınız ki? Niyə siz qadın kimi qadın olmaq istəmirsiniz? Allah Taala bu həyata insanı gətirəndə bilibdi ki, necə insanı gətirir də. Bizi qadın kimi gətirib, kişini də kişi kimi gətirib. Nəyə görə xanımlar business woman olmaq fikrindədirlər? İş sənə nə verəcəkdi? Qadınlığını itirəcəksən. Bu danışan xanım Azərbaycanda restoranlar şəbəkəsinə rəhbərlik edən iş qadını Nərgiz Babayevadır. O, uğur hekayəsindən bəhs etmək üçün dəvət olunduğu podkastda qadınları biznes qurmağa təşviq etmək əvəzinə işləyən qadınların qadınlığını itirdiyini iddia edir. Olduqca təzadlıdır. Çünki Nərgiz Babayeva özünün uğurlu və güclü obrazını yaratdığı halda digər qadınları həmin uğura, gücə, nail olmaq istəyindən çəkindirir. Qadınların işləməməli olduğunu ilahi qanun kimi təqdim etmək artıq bir trendə çevrilib. Öz qazancını əldə edən qadınların dili ilə digər qadınlara sən işləmə, otur evdə demək hansı məntiqə sığır? Bəs maddi asılılığı olan qadınların məişət zorakılığı zamanı hansı çətinliklərlə üzləşdikləri və bu qadınların taleyi heç kimə maraqlı deyil. Aparıcı Enarə Bəkirova qadınların qazandığı pulun bərəkətsiz olduğunu deyir. Nərgiz Babayeva da cavabında ər çörəyi yeməyin əhəmiyyətindən danışır. Bu podkastın ən absurd tərəfi ondadır ki, iki işləyən qadın oturub qadınların işləməməli və uğurlu olmağa çalışmamalı olduğunu müzakirə edir. Amma həqiqət budur ki, bu qadınlardan biri uğur hekayələrinin bölüşüldüyü verilişin aparıcısı, digəri isə iş qadınıdır. Nərgiz Babayevanın işlətdiyi ər çörək yemək ifadəsi insanların şuurundakı stereotiplərə xitab etməkdən başqa bir şey deyil. Gender bərabərliyi həm də maddi imkanlar bərabərliyidir. Çünki iqtisadi cəhətdən asılı olan qadın məişət zorakılığı da daxil olmaqla istismarın bir çox formalarına qarşı daha müdafiəsiz olur. Bu podkastda Nərgiz Babayeva həm də deyir ki, mənə kişi kimi qadınsan deyəndə sevinirəm. Bu etirafı ilə o əslində gücü və uğuru kişilərə məxsus xüsusiyyətlər kimi qəbul etdiyini də göstərir. Onun bu arqumentləri tarixən də istifadə olunub və qadınları təhsildən, ictimai həyatdan və iqtisadi fəaliyyətdən kənarlaşdırmaq üçün əsas bəhanə olub. İndi gəlin bu fikirləri əsas götürək və təsəvvür edək ki, Nobel mükafatı laureatı Tu Yuyu malyariyanın dərmanı artemisinini kəşf etməyib. Nərgiz Babayevanın fikirləri kimi fikirlərdən yola çıxaraq o evdə oturub, ər çörəyi yeyib, nəticədə malyariyanın müalicəsi tapılmayıb. Belə olan halda nə qədər insan həyatını itirərdi? Bəşərilik insanların həyatını xilas etmək olduğu kimi həm də insan taleyini xilas etməkdir.